Elçin Məsiyevin işarəsi ilə turun son qarşılaşması Qəbələ şəhər stadionunda başlamaq üzrədir. Hər iki komandaya uğurlar və belə ilə o start fidi gəlir. Topu olan almaq mümkün olur Eşkin. Top orada mübarizə. İndi təhlükəli əks hücum ola bilər. Qəbələ komandası ötürmə qapı qarşıda. Zərbə gəlir amma top qapının üstündən keçir. Domi Massumu. Topu saxlaya bilmir özündə amma qazandı yenidən Qəbələ futbolçuları Balua. Balua boş zonaya qaçmağa çalışır. Balua və son anda orada hansı qərarı verdi Balua? Niyə zərbə indirmədi? Çox maraqlıdır. Bir qədər əvvəlki epizod. Adriel Balua, baxın burada o necə zərbə indirməsin axı. Çox maraqlıdır. Ötürməm etməyə çalışdı. Adriel Balua. Axır komanda yoldaşlarına ötürməyə cərmə meydançasına. Başdan zərbə alınmadı. Əllə oyuna işarə və Elçin Məsiyev 11 metrlik nöqtəyə mi işarə edir? Təkrara baxaq. Aha, Breno Almeida'nın əllə oynadığına bax bu epizodda qərar verdi. Elçin Məsiyev baxırıq. Əl havadaydı və buna görə Qəbələ komandasında xatırlayırsınızsa Balua qaçırmışdı penalti. Seydina Keita topu qapıdan keçirir. Hesabı açır Qəbələ komandası. Kenan Piric istiqaməti tapdı amma mümkün olmadı. 19 dəqiqənin tamamında təcrübəli qapçısı istiqaməti tapdı amma topa müdaxilə edə bilmədi Seydina Keita. Onun zərbəsi dəqiq olur. Qəbələ önə keçir. Emin Mahmudov ötürmə qapı qarşısına. Zərbə üçün imkan Səlahat Ağayev top dirəkdən qaydır və gol! Top qapıdan keçir. Bassala Sambu yararlandı. İzləyək. Mahmudov ötürməsindən sonra burada Səlahat Ağayev, dirək, Murad Musayev və Sambu. Baxın. Bu da həmin epizod. Bassala Sambunun, Xaime Sierra'nın çiynindən qaydır top. Ardınca Səlahat və Emil Səfərov. Səfərov topu buraxır. İmad Fərəc, Mustafa Sek. Fərəclə oynayır. İmad cərmə meydançasında. İmad Fərəc, önündə Murad Musayev. İmad Fərəc. Ötürmə mərkəzə. İfani Matthew. Sambu Sissoko önündə. Sekdən irəli ötürmə. Almeida yaxşı gördü komanda yoldaşını. İmad Fərəc cərmə meydançasında. Fərəc. Hələ ki topladı İmad amma ondan top almaq mümkün olur. Sambu Sissoko. Mustafa Sek sol ayaqla zərbə. Top qapının üstündən keçir Mustafa Sek. Bassala Sambu, top ələ keçirir indi Sambu. Sambu'dan ötürmə, Emil Səfərov qapçını üzbüz, Emil Səfərov imkan vermiş Səlahat. İmad Fərəc! Topu qapının üstündən vurur. Freddy Vargas. Ötürmə cərmə meydançasına. Almeida! Topu qapının üstündən vurur Breno Almeida. Emin Mahmudov. Mustafa Sek ötürmə qapı qarşısına. Başla zərbə, top geri qaydır. Ovusu. Bir daha baxırıq cinahdan ötürmə. Amuan qoluna dəymişdi, şübhəsiz görünən budur. Və Elçin Məsiyev indi baxacaq, penalti təyin edəcək, yoxsa yox. Bu da həmin epizod. Bəli, 50 oyundur və penalti təyin olacaq güman ki. Bəli. Hazırdır Mahmudov. Verilir işarə. Emin Mahmudov yaxınlaşır topa. Emin zərbə endirir və gol! 2-1 olur hesab. Bax, bu da həmin epizod. Səlahat Ağayev. Kenan Piric.
Musayev topa yaxşı toxuna bilmir. Murad Məmmədov indi sürət yığır. Məmmədov qapçını üzmüz. Murad Məmmədov və gol! Adaşının səhvini bağışlamır Məmmədov. Murad Musayevin toxunuşu inamsız alındı. Ardınca isə topu ələ keçirən Murad Məmmədov oyuna yenicə daxil olan Neftçi futbolçusu topu Səlahət Ağayevin qapısından keçirir. 3-1 edir hesabı. Murad Məmmədov. İzləyirik təkrarı. Qəbələ müdafiəçilərinin hər ikisini qabaqladı və topu qapıdan keçirdi Murad Məmmədov. Nə Isaac Amoa, nə Seydina Keita çata bildi. Murad Məmmədov Neftçinin 3-cü qolunu vurur, komandasını qələbəyə aparır. Bu da epizodun təkrarı. Hesabı 3-1 edir. Murad Məmmədov. Asek çaxdı topu ötürməsini etdi indi. Sürətli əks hücum yenidən. Kurçi ötürmə qapı qarşısına. Zərbə üçün imkan ama görün topu hara vurur Freddy Morgas. Eşkin. İrəliyə ötürmək keçmir. Yine yaxşı gördü komanda yoldaşını. Orada Murad Məmmədov topladı. Murad zərbə indirir Səlahət Ağayev. Bu dəfə qola imkan vermir Səlahət. Səlahət Ağayev qola mane olur. 4 dəqiqə artırılır. Maçın Turan Manafov. Adriel Balua. Balua zərbə indirir. Top direğin yanından keçdi Adriel Balua. Sağ ayaqla zərbə indirmişdi. İzləyirik təkrarı. Elçin Məsiyev bu qarşılaşmanı başa çatdırır Qəbələ şəhər stadionunda. 24-cü turun bağlanış maçı. Turun son görüşü Neftçi Qəbələ səfərindən 3 xalı 3 qolla əldə edir.